kuşlarnik var. Oradan başlayıp böyle yaşıl bitmeye. Tumurcuklayıp geçik akçı. Burada da başlayıp böyle başka rengi olmağa. Tumurcukları var. Kopnik var. Kopnik etrafta. Düzdür, yabani bitkilər çoxdur. Yoşan çiçək açasıdır. Bunlara dəymirəm, yəni alasını eləmək lazımdır. Ətrafda çoxdur, dəymirəm ki, bəlkə bunlardan nəsə yığarlar. Bu göyrəkdə Veronika Persitskaya. Yaxşı havada bunun üstü arıla dolu olur. Çox axmaq bir aladır, amma dözürəm. Bu da çiçək açıb, bəlkə də bunun tozudur belə interesli, sarı fason rəngli, lap açıq sarı. Bu dağ kişnişidir. Dağ kişnişidir, çoban yastığıdır, çoxdur. Bu smarodina əsasən açıbdır. Bu Zolotaya smarodina. Burada ucu toz olmaz. Toz hardan tapa bilərlər bunlar? Ətrafda. Təkdən pükdən bu kələmin çiçəkləri. Bu Brüsselska kapusta, bu xırda balaca kələmlər olur, onun çiçəyidir. Avdiya kakras arı gəldi. Arı ilə bu Brüsselska kapustanın çiçəyini. Ay sağ ol. Gördüm. Aha. Davay mənim gözəlim, davay. Görüm nə tapırsan. Aha, belə kələmciklər çoxdur məndə. Yəqin ki, bunlardan da nəsə yığırlar. Mənim gözəlim. Gedim görüm sonra hansı bitkilərin üstündə tapıram. Aha, rukula var. Gedim görüm rukula. Bu rukuladır. Rukula. Yeyilməlidir əslində qalsa. Vəzəri kimilər nəslindəndir. Üstündə arı görmürəm. Amma başqa vaxtı var idi. Bəlkə soyuğa görə yoxdur. Əsl ağcaqayandan yaxşı yığırlar. Ağcaqayan çiçək açmaq istəyir. Bəlkə də ucu açıb, amma yox, hələ açasıdır. Yarpaqları hamısı cırıq-cırıq olub. Bu külək bütün yarpaqları hamısını bax, bu vəziyyətə salıb cırıq-cırıq olub. Təki güllərə bir şey olmasın, gülləri var. Ardış çiçək açasıdır. Ardışın da tozu olur. Ardış bir toz indi yağış yuyub. Bunların tozunu yoxsa yumayıb bilmirəm. Yaxşı havada. Hava buludludur, amma sakitdir. Külək yoxdur.